Choose the correct variant. Doğru variantı seçin. Düzgün article təyin etməliyik. There is answer to support researchers claim. Birinci boşluğumuzda nöqtələrdən sonra answer cavab ismini görürük və sayılan tək isimdir. Sayılan isimlərimizlə təbii ki, mütləq article yazılmalıdır. Ona görə A variantı yanlışdır. Və isimimiz sait səslə başladığı üçün biz C variantında çıxacaq ki, sait səslə səsləndirilən, yəni isimlərin qarşısında biz an article istifadə edirik. İkinci boşluğumuzda isə söhbət tədqiqatçının iddiasından gedir və təbii ki, tədqiqatçının dedikdə biz müəyyən bir tədqiqatçıdan, yəni tanıdığımız şəxsdən danışdığımız üçün, məlumat verdiyimiz üçün bu səbəbdən müəyyənlik artiklından istifadə etmiş olacağıq. Və doğru cavabımız birinci tərəfdə an artiklı, ikinci tərəfdə isə Z artiklı olmuş olacaq ki, bu da D variantında qeyd olunmuşdur. Tərcüməsi isə tədqiqatçının iddiasını dəstəkləyən bir cavab var.